tamaşaçılar. Bugünkü videomuzda sizlərlə birlikdə kompüter yığıram. Sən pok! Burasından bir quruz qoya, ağırıq qoya. Quruz ağırıq deməkdir. Quruza düşmüşəm, ağıra düşmüşəm yəni. Oh, wow! Ay Allah, sevgilə qardaş. Elə belə, Rafiz yavaş yavaş, qardaşım rəyəm. Bunun qapağını. Məzənərsən, bunun qapağı olur axı. Simullar ne soralım? Bismillah. Simul. Type-C de var he. Hal 802 denen. İkisi de aktifdir. Hardadır? Biri pasiv, biri aktiv. Bu açıksız yığır ha. Gözü görmüyor musun? Sən bunu hardan əminsən gözü görmüş? Özü değil, özü mənfi tutan gelir. Gördün hiss olundu lan. Gördün mü? Ha, görmüş. Görmüyor. Random koyuyor şuruplar. Baha, random. Ayıya deyirlər ki, Nafiz boyda olmusan. Cibimə qoydum, sonra gələcəm. Bana, Pisi hazırladım ben. bunu da qoyacaq ha, bunu da nəzərə al. Qalardı da bir. Windows'u qoşmağa flash kart yox. Dəqiq bir dənə PC 8 gigabayt. Ha. Bilmirəm. Cable management bölümünde kurtardı. Yanarım o kırmızı dudağından bir öpücük alır. Telafuz kulun kölen köpeği. Kabelleri boşak güneş işe düşürmek bir yoksa sana girmek. Əziz dəyərli tamaşaçılar, son toxunuşlar. Keysimiz Emin Rızayev, məşhur youtuber. Hal-hazırda çıqqıldatdı. Hadi. Ya Allah. Wow. Geldi, signal yok. Signal yok. Video kartın fanı dönmür. Dönmür, birinci dönmür. Onun. Yeterdi gaga. Ay yandı. Mesela kırmızı yiyeyim. Hafiz, ana plataya koşmak lazım valla. Emin ben de video kartı koşanda birinci göstermedi. Ha, sorun oldu. HDMI kabel getir bir de. HDMI taxılıq, mat plataya. Və bəli, yandı. Ola bilsin problem səndədir. 3-cü seriyanı taxıb yeniləmək lazımdır ki, 5-ci seriyanı dəstəkləsin. Elə bir şey eşitmişdim, hə. Hal-hazırda bir problem var. Ana plata prosesordan tez çıxıb elə. Ona görə də görüntü gəlmir. BIOS-u yeniləmək lazımdır. Və hər şeydə kod kimi LED diskləri işləyir. Məsələn, qırmızıya baxsın. Vay! Bunu da qoyacaqdım. Prosta dedim, bunu məsələn bura qoysam. Mod 4 nədir? Mod 4! İşte Rafiz! Neyse tamaşaçılar, sabah görüşənə dək. Rafiz, çox sağ ol hər şey üçün. daha yaxşı cooler sistemi alsaydın, sən bunu qoşursan matplataya, hamısını birləşdirib. Matplatada hamısı var, misal üçün bu varlıqlar hamısı bir işləyir. Ay, o bayaqçı şunur deməli odur. Matplat ilə bunu birləşdirmək üçündür bəlkə də. Evet, deməli tamaşaçılar, gün 2-dir. Flash kartı taxmışıq. İndi BIOS-a update veririk ki, açılsın, ekrana gəlsin. BIOS-a update-i var, burada eləyirsən. Buradan gördünüz. Aha, hal-hazırda bastıq. Aha, ışığı yandı. Əlimin üstündə ışığı yandı. Bu nə rəngi olacaq indi? Nə rəng olacaq? 10 dəqiqə çəkir mən YouTube-da baxanda. 5-10 dəqiqə çəkir. Orada ışıqlar gelir. Deməli, bu ışıq keçdi. Biz də deyirik ki, gözləyək.
Biraz gözləyib atacağıq. Yandırdıq hal-hazırda. Aha. Wow! Bu neçə aldın? Mausla bir yerdə 60 manat. Total memory 3200. Bunu indi 3600-ə çəkəcəyik. Qırmızı elədik. Get-getəylə Windows-u quraşdıraq. İndi isə buna şey qoşuruq. Windows yazırıq, başqa bir kompüterə gəlirik. Sonra Rafiz usta. Məsəl deyəsən 5600 demişdim. Bir fərq qalmır. A 5600-dür. 5700X. A deyəsən eyni qiymət idi. Ona görə aldım. Ha, o ola bilməz yəni. Alanın qiymət fərqi var. Düzləri çox deyil. Başa var. Buluğu itirməkdən ötürü var ha. Sən nə qədər cəbəlləşdi. Fenlə bu belə deyil. Neçə megahertzdir? 3600. Ha, qoşdum. Sana Windows'ı со mной воюешь? Hə, Windows'umuz onumuz yüklənir. Çünki 11 niyə işlətmirəm? Çünki 11 elə də yaxşı deyil. Hələ ki gözüm 10-da qalıb. Gözüm 10-da qalıb. Windows'umuz hazırdır. Əslində qoy Rafiz gəlsin bunu yükləyək. Sən özüm ölüm deyirəm. Çox qızdan gözəldir. Elə? Bələ. Baxaq görək. İstidimi? Bakırlar. Yox hə. Oyda 40-a qalxdı. Niyə? Niyə? Happy Nation. Nə bərabər Happy F2. Deməli burada hər şey okeydir. Yəni düzəltdik zadı, RAM-ları düzəltdik, memory 3600 MHz yazır. Ezmoda girək. Ezmodda boot menyuya basırıq və gördüyünüz kimi 16 GB-lıq flash kartımız var və basırıq üstünə və beləliklə Windows'umuz gəldi. Türkçə olsun. Şimdi şuraya basırıq. Kurulum başlıyor. Efendimiz ürün araxlarımız yoxdur. Windows Pro seçirik. Next. Bizə 2 TB-lıq SSD-miz bunun içinə yükləyirik. Çox sürətli olacaq yəqin ki, çünki eşşək kimi pul xərcləmişəm elə. Bu vaxtlara gəlmək üçün çox əziyyət çəkdim. Bu günləri görmək üçün çox əziyyət çəkdik və başardım sonunda. PC-im oldu. Bunu kamera verdim mən. Oy belə biraz bekləyin. Bölgə ilə başlayalım. Azərbaycan. niyə? Azərbaycanda yaşamırıq. Hə, deməli çox şey bitirdik. Deməli, qurtarırıq. Mariana. Bəli, hal-hazırda Windows 11-ə update edirik. Gəlirsən? Hə. Ay, hara gəlirsən? Sıkıldım ya. De. Həli. Bitti mübarizə. Bitti 90 dəqiqə. Zaman. Getdik. Ha, bu nə rəngdir? Ay, ab qəşəydən. Piysiniz çox ağırdı ha. Burada durmağı biraz bir tərəfdən kuryerin qabağını kəsir. Ay, o qədər də kəsməz də yəni. Məsələn, görünə bu da başı var. Kompüterimiz ready. Belə indi daha qəşəngdir. $230 normaldır, 320-də maksimum. Ya.